Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 45-ci dərs sərbəst tapşırıq. Yeni sözləri qeyd eləyərsiniz. Dərsimiz 7 ayədən ibarətdir. Və birinci ayə Bəqərə surəsi 195. Əuzu billah, bismillah. Və ənfiqu və nəfəqə feilindədir. Yəni xərcləyin fi səbilillah, Allah yolunda. Və la tulqu və atmayın. Bi əydikum, yəni öz əlləriniz ilə təhlükə, yəni təhlükəyə tərəf. Və əhsinu və yaxşılıq edin. İnnəllaha, həqiqətən Allah yuhibbul muhsinin, yaxşılıq edənləri sevir. Yəni burada ümumi tərcümə Allah yolunda xərcləyin, yəni malınızı və öz əllərinizlə, yəni özünüzü təhlükəyə atmayın. Və yaxşılıq edin. Həqiqətən Allah yaxşılıq edənləri sevir. İkinci ayə Nisa surəsi 125. Əuzu billah, bismillah. Və mən və kim əhsənu, gözəldir, dinən, dini, minmən, yəni min mən sözüdür. Yəni o kəsdən ki, əsləmə, təslim oldu, vəchəhu, öz üzünü, lillahi, Allaha tərəf, Allah üçün, və huvə muhsinu, və özü yaxşı əməl sahibi olub, və təbiə tabi oldu, millətə, yəni dinə, İbrahimə, yəni İbrahimin dininə, hənifə, yəni hənif olan, haqpərəst olan. Və təxəzəllahu, və Allah tutdu İbrahimə, İbrahimi xalilə, yəni dost, xəlil. Ümumi tərcümə, kim dini yaxşı əməl sahibi olub, haqpərəst, hənif olan İbrahimin dininə tabi olub, üzünü Allaha təslim edən kəsdən daha gözəldir, daha yaxşıdır. Üçüncü ayə, üzr istəyirəm, ardınca da burada İnnəllahi yuhibbul muhsinin var, yəni Allah İbrahimi özünə dost tutmuşdur, belə də deyə bilərik. Allah İbrahimi dost tutmuşdur deyə bilərik. Üçüncü ayəmiz Ənam surəsi 151, sona qədər deyil. Əuzu billah, bismillah. Qul de, təaləv, təaləv, yəni gəlin, ətlu, yəni deyim, tilavət edim, mə, o şey ki, haram etdi, Rabbukum, sizin Rəbbiniz, aleykum, sizin üzərinizə, əllə, yəni başqa, tuşriku, yəni şərik qoşma, yəni burada ənlə, belədir, əllə sözü, illə ilə qarışdırdım, əllədir, yəni ənlə, yəni ən ki, lə, tuşriku, yəni şərik qoşmayın, bihi, ona, şeyən, heç bir şeyi. Çünki lə inkarla gəlir oradan. Və bil valideyni, və valideynlərə, yaxud ata-anaya, ihsənə, yaxşılıq edin. Demək, üçüncü ayəmiz, de, gəlin Rəbbinizin sizə nələri, nəxud nəyi haram etdiyini deyim. Ona heç nəyə şərik qoşmayın, belə də deyə bilərik, deyim ki, ona heç nəyə şərik qoşmayın, ata-anaya, valideynlərə yaxşılıq edin. Dördüncü ayə Qəsəs surəsi 77. Ayə əvvəldən sona qədərdir. Əuzu billah, bismillah. Vəbtəğ, vəbtəğ və ibtəğ sözündəndir və tələb et. Yəni istə də deyə bilərik, çalış da deyə bilərik. Fimə, yəni o şeylərdə ki, ətəkə sənə verdiyi şeylərdə. Yəni Allah sənə verdiyi şeylərdə, əd-dərul əxirə, yəni axirət evi, və lə tənsə, və unutma, nəsibəkə, öz nəsibini,
Minət dünya, yəni dünyadan. Və əhsin, yaxşılıq et. Kəmə, necə ki, əhsənəllahu, Allah yaxşılıq etdi. İləyk, sənə tərəf, sənə. Və lə təbğil, və tələb etmə. Çünki inkarlandır, təbği. Yəni və tələb etmə, istəmə, ona çalışma. Əl-fəsəd, yəni fəsəd, fitnə fəsədə çalışma, yəni tələb etmə. Fil ard, yəni yer üzündə. İnnallahə, həqiqətən Allah, lə, yəni burada inkardır. Yuhibbu, lə yuhibbu, sevməz. Əl-mufsidin, fitnə törədənləri. Fitnə fəsad törədənləri. Ümumi tərcümə. Allahın sənə verdiyi şeylər vasitəsilə axirət evini istə, tələb et, ona çalış. Dünyadan öz nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə fəsad törətməyi tələb etmə, yaxud da ona çalışma, istəmə. Həqiqətən Allah fitnə fəsad törədənləri sevməz. Loğman surəsi 22-ci ayədir. 5-ci ayəmiz. Əuzu billah, bismillah. Və mən və kim yuslim, təslim olsa, yaxud təslim etsə, vəcəhu, öz üzünü ilə Allaha tərəf, və huvə muhsinu, dedik ki, yaxşı əməl sahibi olub, özü yaxşı əməl sahibi olub, fəqad şübhəsiz istəmsək, yəni tutdu, yapışdı, belə də deyə bilərik. Bil'urvətil vusqa, yəni qeyd olunub ki, möhkəm dəstəyə, möhkəm ipə. Və iləllahi, və Allaha tərəfdir, yəni Allaha qayıdır. Aqibətül umur, aqibə yəni aqibət, axırı, əl-umur işlər. Yəni işlərin axırı Allaha qayıdır, Allaha tərəfdir. Kim yaxşı əməl sahibi olub, üzünü Allaha təslim etsə, burada üzünü Allaha təslim etsə, elə isə ən möhkəm ipə, ən möhkəm dəstəyə tutunmuş olar, yapışmış olar. İşlərin axırı Allaha qayıdır, yəni Allaha tərəfdir. 6-cı ayə Əhzab surəsi 29-cu ayədir. Fəinnə, elə isə innə, həqiqətən Allah əəddə hazırladı limuhsinəti, yəni yaxşı işlər görənlər üçün minkunnə, siz iki nəfərdən əcran, yəni mükafat, azimə, böyük. Elə isə həqiqətən Allah siz iki nəfərdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. Yeddinci ayəmiz sonuncu ayədir. Əhqaf surəsi 15-ci ayədir. Əuzu billah, bismillah. Və vassayna, yəni vəsiyə sözündəndir. Yəni vəsiyyət etdik, tövsiyə etdik. Nə bizi bildirir? Əl-insan, yəni biz insana tövsiyə etdik. Bivalideyhi, öz valideyninə, ya da ki onun valideyninə, yəni insana qayıdır hi, ihsənə, yaxşılığı, yaxşılıq etməyi. Ata-anasına da deyə bilərik, valideyhi sözü, öz ata-anasına. Həməltu, hamilə sözündəndir. Yəni yadda saxlamaq üçün rahat olsun deyə. Həməltu, həmələthu daha doğrusu. Həmələthu, yəni öz, yəni onun, o daşıdı, o gəzdirdi, ummuhu, yəni belə deyək, onu gəzdirdi, onu daşıdı, ummuhu, onun anası, kurhə,
çətinlik ilə, əziyyət ilə. Və vəduathu və vəduathu sözü yəni dünyaya gətirdi hu onu kurhə çətinlik, yenə də əziyyət ilə. Ümumi tərcümədə biz insana, ana, atasına və yaxud öz valideyninə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu əziyyətlə yaxud çətinliklə daşıdı, gəzdirdi, deyə də bilərik və əziyyətlə, çətinliklə onu dünyaya gətirdi. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.